Xoş gördük gənclər. Xatırlayırsınızsa Gənclik stansiyamızda numizmatika mövzusunu biz bir vaxtlar seçmişdik və qonağımız Samid olmuşdu. Bu dəfə isə biz Samidin yanına qonaq gəlmişik. Samid numizmatika üzrə ekspertdir və bugün onunla birlikdə biz numizmatika ilə yaxından tanış olacağıq. Numizmatika tarixi əyani göstərən köməkçi sahələrdəndir. Müsahibim Samidin görüşünə gələndə keçmişə səyahət eləyəcəyimi artıq bilirdim. Samid, burada mən belə bir qılınc da gördüm. Hansı ki, bu haqda da məlumat verməyini istəyərdim. Azərbaycanın tarixində xanlıqlar dövründə əsasən, yəni bu cür qılınclardan istifadə olunurdu. Bu da həmin dövrün qılınclarının aid imitasiyasıdır, hansı ki 70-80-cı illərdə istehsal olunub və həmin bu xəncərlər əsasən kolleksiya üçün istehsal olunub. O, öz kolleksiyasından bizə dəyərli nümunələri göstərməklə bu sahənin nə qədər vacib olduğunu da nümayiş etdirdi. Bu, bibi-eybət və bayıl işçilərinə aid bir nişandır. Həmən bu nişan, həmən dövrdə bibi-eybət və bayılda işləyən işçilərin adına buraxılan təyyarə ilə bağlıdır və bu çox dünyaca məşhur bir nişandır. Bir nadir nümunə olaraq bunu bir tapmaq Azərbaycanda demək olar ki, mümkün deyil. Göstərdikləri nümunələr sırasında isə məni uşaqlıq dövrlərimə aparan pullar da var idi. Onları görmək bir anlıq o xoş günləri xatırlamağıma səbəb oldu. Bu pullar köhnə 10.000 manat və 50.000 manatlardır. Hansı ki, indiki pul ilə 10.000 manat 2 manata, 50.000 manat isə indiki 10 manata bərabərdir. Bu pulları mən şəxsən xatırlayıram və nə zamansa düşünməzdim ki, bunlar kolleksiya pulları ola bilər. Samid bizə yeni topladığı kolleksiya nümunələrindən danışdı. Azərbaycanın tarixinə aid olan bu xəncərləri göstərmək istəyərdim. Bunlar xüsusi olaraq qadınlar üçün nəzərdə tutulmuşdu. Ona görə bu cür miniatür formaya malikdir və bu bəzək əşyası olaraq da istifadə olunurdu. Eləcə də bunların materialı fil sümüyündən və emallı metaldan hazırlanmışdı. Bu nümunə haqqında da sizə məlumat vermək istərdim. Bu, məşhur Çar Rusiyası dövründə yaşamış Faberjeyə aid olan bir duzqabıdır. Faberje haqqında ola bilsin ki, siz çox məlumat eşitmişsiniz. Əsasən də Faberje yumurtaları ümumiyyətlə dünyaca məşhur bir eksponatlar sayılır, hansıların ki, qiyməti hətta 100 milyon dollara kimi də satıla bilər. Bu, həmən Çar Rusiyasının dövrünə aid olan Faberjeyə aid nümunədir. Buradakı möhür haqqında da sizə məlumat vermək istəyirdim. Burada gördüyünüz kimi həmən gümüşün əyyarı 88 əyyarı nişanını görə bilərsiniz. Eləcə də Faberje sözünün yazılışını görə bilərsiniz. Hansı ki, bu duzqabının orijinal olduğunu bir daha sübut edir. Və bu cür Faberjeyə aid olan nümunələrin ən azı qiyməti təxmini olaraq 500, 1000, 1500-dən başlayır. Samid, çox sağ ol bu qədər ətraflı məlumata görə. Çox maraqlı məlumatlar idi. İndi isə biz qayıdırıq Gənclik stansiyasına. Dostlar, Gənclik stansiyasına izləməyə davam edin.